Hər kəsə salam. Deməli, gəlin baxaq 18-ci sualın izahına. 18-ci sualda bizə deyir ki, deməli, düzgün variantı seçin. Biz burada xəbər tapmalıyıq. Gəlin baxaq. Some clothes we ordered last week at the village post office. Deməli, bizim keçən həftə sifariş etdiyimiz bəzi paltarlar kənddə poçtdadır. Deməli, baxanda cümlə ilk zamandan keçmiş zamana oxşuyur. Çünki keçmiş sadə zamanı zaman zərfi var. Yəni, keçən həftə sifariş etdiyimiz paltarlar. Lakin hadisə indiki zamana aiddir. Yəni, günümüzə aiddir. Sadəcə burada last week, keçən həftə sifariş olunan paltarlar olaraq fe'li sifət kimi çıxış edir. Yəni, paltar sözünün təyinidir. Hansı paltar? Keçən həftə sifariş olunan paltarlar. Buna görə də biz burada ismi mübtədaya baxırıq ki, cəmdədir. Is, has, was tək feillərdir. Will'in isə birisi olmalıdır. Düzgün cavab olacaq B variantı ad feili. Çünki xəbər və mübtədə indiki zamandadır. Sadəcə last week təyindir. Sağ olun.